20 yanvar metro stansiyası Bakının Yasamal rayonu ərazisində, Tbilisi prospektində yerləşən və paytaxtın ən vacib nəqliyyat qovşaqlarından biri sayılan ərazilərdəndir. Bu zonada illərdir piyada hərəkəti, tıxacılar və sıxlıq daim müzakirə mövzusu olub. Qanunvericiliyə görə isə metro çıxışları və ətraf ərazilər sərbəst, təhlükəsiz və maneəsiz gediş-gəliş üçün açıq olmalıdır. Amma reallıq tam fərqlidir. 20 yanvar metrosunun çıxışında növbəti qanunsuz tikinti ortaya çıxıb. Bir xəbər media bizim əsrə istinadən məlumat verir ki, Çaydan Kafe Bistro adlı altında fəaliyyətə başlayan obyekt çox qısa müddətdə inşa edilib. İddialara görə tikinti gecə saatlarında aparılıb. Ərazidə mövcud olan yaşıllıq sahəsi və ağaclar məhv edilib. Bu ərazini tanıyan Bakı sakinləri yaxşı bilir ki, 20 yanvar metrosunun ətrafı, xüsusilə də hazırda obyektin yerləşdiyi sahə vaxtilə yaşıllıq zolağı olub. Bugün isə həmin ərazi daha bir kafe, restorana qurban verilib. İllərdir Yasamal rayonunda yaşıllıqların, səkilərin və ictimai sahələrin parça-parça kafe, restoran və mağazalara çevrildiyi barədə saysız hesabsız şikayətlər var. Rayonun əvvəlki icra başçıları bu prosesi sistemli şəkildə aparıb. İndi isə bu praktikanın Yasamal rayonunun hazırki icra başçısı Elşad Həsənov tərəfindən davam etdirildiyi iddia olunur. Yasamal rayon icra hakimiyyətindən mövzu ilə bağlı açıqlama almağa çalışsaq da suallarımız cavabsız qaldı. 20 yanvar metrosu artıq nəqliyyat qovşağı yox, qanunsuz tikintilərin vitrininə çevrilir. Susqunluq isə bu prosesin ən böyük himayədarıdır. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.